Salam, hər vaxtınız xeyir. Artıq belə deyək, birinci semestr yekunlaşır. Ona görə də birinci kursların təsdiqatını deməyi göstərəcəm. O köhnə kurslar bilinir. İndi birinci kursların təsdiqatını deməyi göstərəcəm. Həm universitet, həm kollec. Biz kolleci də şey göstəririk, amma universiteti eyni qayda ilə həyata keçirilir. Və MT ödəniş terminalı bunun vasitəsilə ödəyəcəyik. Və ekranda görürsünüz, burada təhsil xanası yoxdur. Orada görürsünüz, irəli düyməsi var. İrəli düyməsini vururuq. Təhsil xidmətləri çıxır, təhsil xidmətləri üzərindən vuraq və burada ali təhsil müəssisələri var, yəni universitetlər. Biz geri qayıdırıq, kollec, orta ixtisas kolleclər demək, yəni kollecin üzərindən vururuq və burada biz fin kodumuzu yazırıq. Mən sizə yenə göstərəcəm, köhnə və yeni vəsiqəli fin kod hansıdır və biz müvafiq olaraq fin kodumuzu yazacağıq indi. Köhnə şəxs vəsiqələrində fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə fin kod burada işarələnmiş 7 rəqəmli identifikasiya nömrəsi və biz müvafiq məlumatları ünvanxanaya qeyd edək. Fin kodu yazandan sonra burada irəli düyməsi var. İrəli düyməsini vururuq və ekranda bizim adımız, soyadımız çıxacaq, bəli görürsünüz. Və burada məbləğ çıxır 550 manat. Təbii ki, bu 550 manat seçirik və irəli düyməsini vururuq və yenə də burada bizdən 1100 manat biz yarısını ödəmişik, 550 manat borcumuz qalıb. İrəli düyməsini vururuq və məbləği yazırıq 550 manat, irəli düyməsini vururuq yenə də. Və təbii ki, ekranda bizə komissiyanı göstərir. 83 qəpik komissiyadır, yəni biz 550 manat və 1 manat əlavə ödəniş edəcəyik və təbii ki, buradan artıq biz pullarımızı daxil edirik. $550 manat oldu, sonunda 1 manat da vururuq. 551 manat və burada artıq ödəxanasını seçirik və artıq bizim qəbzimiz də çıxacaq və artıq ödənişimiz həyata keçmiş olur və qəbzi çap et düyməsi üzərindən vururuq. Bu şəkildə siz təsdiqatını edə bilərsiniz.